Hər vaxtınız xeyir. Növbəti qəbul sualı. Qəbul tipli deyil, qəbul sualı izahını edəcəm. Bu mart qəbul sualıdır. Burada çaşdırıcı nüans 3 maddəli, 3 oxşar maddədən söhbət gedə bilərdi. Burada sual variantlarda qeyd olunub hakimiyyətin mənbəyi və xalqın vahidliyi olaraq xalqın suverenliyi, xalqı təmsil etmək hüququ, ancaq vətəndaşlıq hüququ da qeyd olunsaydı daha çaşdırıcı olardı. Çünki istər vətəndaşlıq hüququdur, istər xalqın vahidliyi maddəsidir və istərsə də hakimiyyətin mənbəyi maddəsi bir-birinə çox oxşar maddələrdir. Sual olaraq qeyd olunub ki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən Azərbaycan Respublikasının bütün Azərbaycan Respublikası vətəndaşları ümumi və bölünməz vətəndir. Müddəa olaraq hansı maddəyə aiddir və 4 variant qeyd olunub. Hakimiyyətin mənbəyi, xalqın suverenliyi, xalqın vahidliyi və xalqı təmsil etmək hüququ. Biz başlayaq bu variantlarda öz əksini tapmasa belə vətəndaşlıq hüququ maddəsi, hansı ki, Konstitusiyamızın 52-ci maddəsi öz əksini tapmışdır. Vətəndaşlar kimlər idi? Azərbaycan Respublikası vətəndaşları o şəxslər idi ki, dövlətə mənsub olmalı idi, siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olmalıdır ki, hansı ki, həmin şəxslər Azərbaycan Respublikası vətəndaşları hesab olunsun. Və Azərbaycan Respublikası ərazisində doğulmalı idi, vətəndaşlardan biri, yəni valideynlərindən biri Azərbaycan Respublikası vətəndaşı olmalı idi və yaxud da ki, Azərbaycan Respublikası vətəndaşlarına doğulmuş şəxslər vətəndaş hesab olunurdu. Gələk hakimiyyətin mənbəyi maddəsinə. Hakimiyyətin mənbəyi maddəsi uşaqlar bəzən suallar Azərbaycan Respublikasında hakimiyyətin mənbəyi xalqdır. Xalq deyil. Söhbət burada sırf Azərbaycan xalqından gedir. Bunu qarışdırmayın. Hakimiyyətin yeganə mənbəyi Azərbaycan xalqıdır və Azərbaycan xalqı kimlərdən ibarət idi? Həm ərazidə, həm də onların kənarında yaşayan, baxın, dövlətə və onun qanunlarına tabe sayılmalıdır. Və həmin şəxslər, hansı ki, Azərbaycan Respublikası vətəndaşları hesab olunurdu. Nəyi istisna eləmirdi? Beynəlxalq hüquqla müəyyənləşdirilmiş normaları istisna etmirdi. Bir də var ki, xalqın vahidliyi maddəsi. Gələk sizin bu suala aidiyyatı olan maddəyə. Xalqımız vahiddir və xalqın vahidliyi nəyi təşkil edirdi? Azərbaycan dövlətinin təvəllü təşkil edirdi. Bəzən suallar ki, dövlətin təvəllüdə təşkil edirdi. Azərbaycan xalqının vahidliyi. Yaxşı, kimlərin ümumi və bölünməz vətəni idi? Təbii ki, Azərbaycan Respublikası bütün Azərbaycan Respublikası vətəndaşlarının ümumi və bölünməz vətənidir. Bu hansı maddədə öz əksini tapmış bir müddəadır? Xalqın vahidliyi maddəsinin ikinci müddəasında öz əksini tapmış cümlə idi. Demək ki, doğru cavab olacaq C variantı.